12-ci imam olan Həzrət Mehdini Allah qeybə çəkdi. 12-ci imam sağdır və qeybdən zuhur edəcəyi günü gözləməkdədir. Allah Rəsulu İmam Mehdi haqqında buyurub, onun xüsusiyyətləri, danışıq və rəftarı cəmaat arasında mənə ən çox oxşayandır. O, uzun bir qeyb və azdırıcı çaşqınlıqdan sonra zuhur edəcək, Allahın əmrini elan edəcək, haqq dinini ortaya çıxaracaq. O, Allahın yardımı və qələbəsi ilə dəstəklənəcək və Allah mələkləri vasitəsilə ona kömək ediləcək. Beləcə, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq, ədalətlə dolduracaqdır. Həmçinin İmam Cəfər Sadiq İmam Mehdinin qeybi haqqında buyurmuşdur. Bu işin sahibinin 2 qeybə çəkilməsi olacaq. Onlardan biri o qədər uzanacaq ki, bəziləri ölüb, bəziləri öldürülüb, bəziləri də həlak olub deyəcək. Bu zaman əshabı içərisindən yalnız ona etiqad bəsləyən az saylı insan sabit qədəm qalacaq. Nə dostlarından, nə də qeyrilərindən heç kəs